Salam izləyicilər. Bugün sizinlə birlikdə xromatik qamma mövzusunu təkrarlayacağıq. Xromatik qamma anlayışını etimoloji baxımdan təhlil edək. Xromatizm qədim Yunan dilindəki xroma, rəng sözündən yaranmışdır və xromatikos rənglə bağlı rənglənmiş çalar deməkdir. Musiqidə isə rənglənmiş səsləmə mənasını daşıyır. Qədim Yunan musiqi nəzəriyyəsində bu termin ilk növbədə melodiyanın ifadə və təsir gücünü artıran səs quruluşunu bildirir. Məsələn, Aristotelin şagirdi olan Aristoxenusun Harmoniya elementləri adlı traktatında tetraxordların 3 əsas növünə ayırd edir: diatonik, xromatik və enharmonik səs sıraları. Aristoxenusun bu bölgüsü səslərin insanda yaratdığı eşitmə təsirinə əsaslanırdı. Ümumiyyətlə, musiqi səslərini dərk edərkən insan onları tez-tez mücərrəd və real obyektlərlə assosiasiya edir. Oktava daxilində səslərin ardıcıl sekundalarla tonikadan tonikayadək düzülüşünə qamma deyilir. İngilis dilində scale, İtalyanca skala olaraq göstərilir. Latincadan mənası pilləkən, musiqidə isə səslərin ardıcıllığı deməkdir. Sözün kökü qamma, Yunan əlifbasının 3-cü hərfi qammadan götürülüb. Guido de Arezzonun musiqi sənətinin qaydaları üzrə qısa traktatında və ya mikrologusunda monoxord alətinin adını çəkir. Bu alətdə səs sırasının başlanğıc səsini qamma olduğunu göstərir. Monoxord simli musiqi aləti olsa da daha çox elmi tədris vasitəsi kimi istifadə edilirdi. Həm qədim Yunanistanda, həm də orta əsrlər və Rənesans dövrlərində bir çox ölkələrdə filosofların, həm də musiqi nəzəriyyəçilərinin istifadə etdikləri elmi tədqiqat aləti idi. Musiqi nəzəriyyəsinə dair qaydalar, qamma və intervallar bu alət üzərində müəyyən olunurdu. Riyaziyyatla musiqi arasındakı əlaqənin praktiki sübutunun əsas vasitəsi kimi təsvir olunurdu. Guido de Arezzo səsləri ürətmək üçün heksakord sistemi yaratdı. Heksakordun ilk hecası ud idi, lakin ən aşağı səs hələ də qamma hesab olunurdu. Qamma ud termini orta əsrlərdə Guido de Arezzonun sistemində ən aşağı səsin ud hecası ilə oxunmasından yaranmışdır. Yəni qamma səsindən oxunan ud hecası. Zaman keçdikcə sonradan qamma bütün oktava daxilindəki səs sırasına şamil edildi. Mövcud mənbələr qamma udun dəqiq səs dəyərini göstərmir. Guido de Arezzonun heksakord sisteminin aydın olması üçün qamma ud səsini təxminən böyük oktavanın sol notu ilə uyğunlaşdırırlar. Lakin bütün müəlliflər, musiqişünaslar bunun şərti və didaktik uyğunlaşdırma olduğunu xüsusilə qeyd edirlər. Qammanın pillələrinin yarım tonlarla tonikadan tonikaya qədər ardıcıl quruluşuna xromatik qamma deyilir. Xromatik qamma müstəqil qamma əmələ gətirmir. Onun əsasında major və minor qammaları dayanır. Major və minor qammalarının mürəkkəbləşmiş bir növüdür xromatik qamma. Törəmə pillələr nəticəsində qammanın səs düzümü 12 bərabər yarım tonlara bölünür. Xromatik qamma major və minor qammalarında xüsusi qaydalara əsasən qurulur. Beləliklə sizinlə birlikdə xromatik qamma anlayışının həm etimoloji mənasını öyrənmiş olduq, yəni rənglənmiş səslərdən ibarət ardıcıllıq, həm də musiqi nəzəriyyəsində qəbul olunmuş tərifini təkrarladıq. Videonun ikinci hissəsində isə major və minor qammalarının xromatik vəziyyətdə qurulma qaydasına nəzər yetirəcəyik. Sual və təkliflərinizi şərhlərdə qeyd etməyi unutmayın. Yeni mövzulardan xəbərdar olmaq üçün kanala abunə olun.